Salam əziz abituriyentlər, hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün 9 mart tarixində 11-ci siniflər üçün buraxılış imtahanının ikinci zonası üzrə imtahanlar həyata keçirildi. Hal-hazırda suallar qarşımızdadır və bu suallar üzrə izahlar vermək istəyirəm, təqdim etmək istəyirəm sizə. Onu qeyd etmək istəyirəm ki, bütün variantlar üzrə suallar eynidir. Sadəcə fərqli variantlarda sualların yerləri də fərqli ola bilər. Ona görə gəlin suallara baxaq və qrammatika suallarından izahlara başlayacağam. Çünki hələ ki dinləmə əlimizdə deyil. 7-ci sual preposition testidir, söz önü testidir və biz burada deməli birinci cümlədə to be proud of ifadəsini görürük, fəxr hissi keçirtmək və ikinci cümlədə də to be afraid of, qorxmaq. Yəni hər iki ifadə həm proud, həm afraid of ilə işlənir. Cavab D variantı olacaq. 8-ci testimizə baxırıq. 8-ci testimiz nida cümləsidir. Burada birinci cümlədə places cəmləndiyinə görə qarşısında an artiklı gəlməz. Bir yanlışdır. İkinci quruluş düzgündür. Üçüncü quruluşa baxırıq. How amazing the places olardı. Places sözünün qarşısında the artiklı gəlməli idi. 4-də how amazing the place is. Place sözü təkdə olduğuna görə is ilə xəbəri təkdə verilməlidir. Düzdür. 5-də how amazing the place olardı. Və axırda da it əvəzliyi gəlməmək şərti ilə, ona görə 5-də yanlışdır. Cavab 2, 4, A variantı. 9-cu testimizə baxırıq və bu da complex object testidir. Expect 3-cü qrup feillərdədir və burada bizim yerləşdirəcəyimiz feil mütləq to-lu məstər olmalıdır. Ona görə D variantı. 10-cu testimizə baxırıq. Burada qeyd olunub ki, mənim işdə ilk günüm yaxşı keçməyib, mən səhvlər etmişəm. Əgər bir insanın işdə ilk günü yaxşı keçmirsə, deməli o çoxlu səhvlər edir və mistake sözdə biz görürük ki, cəmlənibdir, çünki sayılan isimdir və onun qarşısına ona uyğun gələn quantifier verməliyik. Bu da a lot of-dur. A variantında much cəm isimlərin qarşısında işlənməz. D variantında very few çox az deməkdir. C variantında da few çox az deməkdir. Çox az səhvlər edən insan günü pis keçməməlidir, yaxşı keçməlidir. Və a little da sayılan isimlərin, sayılan cəm isimlərin qarşısında gəlməz. Ona görə B variantı olur 10-cu testdə. 11-ci testimizə baxırıq. Burada deyilir ki, biz gələcək bazar günü dostlarımızla görüşəcəyik. Gələcək bazar günü, gələcək zamana aid olan bir zaman zərfi görürük. Buna görə də D variantı olacaq. Will meet. 12-ci testimiz modal feil testidir. Burada deyilir ki, as his English is excellent. Onun İngilis dilisi mükəmməl olduğuna görə o gələcəkdə yaxşı bir iş tapa biləcək. Ona görə biz burada inkarlar çıxmalıyıq. Çünki yaxşı bir iş tapa biləcək İngilis dilisi mükəmməl olduğuna görə A-nı, B-ni, D-ni çıxırıq. Çünki bunlar inkar mənalıdır. Və modal feil istədiyinə görə də C-ni də çıxırıq. Çünki has modal feil deyil. Has to olsa modal feil hesab etmək olardı. Y variantı düzgündür. Will be able to. Yəni o gələcəkdə yaxşı bir iş tapa biləcək. 13-cü testimizə baxırıq. We got 2 packages and were xəbərini görürük. Xəbərimiz cəmdə olduğuna görə biz burada mütləq şəkildə both götürməliyik. Çünki both'un xəbəri cəm olur. Each of them'in xəbəri təkdə olur. Every of them deyə bir şey yoxdur. No of them deyə bir şey yoxdur. One of them'in də xəbəri təkdə olmalıydı. 14-cü testimizə baxırıq. Sual cümləsinin quruluşudur. How many pieces of furniture did they buy? Köməkçi feil qarşıya keçməlidir. 1 düz. 2-də how many pieces of furniture were bought? Bu da məchul formasıdır. Bu da düzgün hesab olunur. Çünki artıq cümlənin mübtədası how many pieces of furniture olduğuna görə biz dərhal özündən sonra xəbər verir, pasif cümlə olduğuna görə. 3-də how many pieces of furniture bought they? Yanlışdır. Köməkçi feil did qabağa keçməli idi. 4-də how many pieces of furniture did they buy şəklində olmalı idi. Ona görə doğru cavab 1, 2, B variantı. 15-ə baxırıq, cəm isimləri seçməliyik və A variantında step təkdədir. B variantında woman, qadınlar, trousers, şalvar iki tərəfi olduğuna görə İngilis dilində trouser sözü cəm hesab olunur. Cavab B variantıdır. C-də food təkdədir. D-də knowledge, Y-də person sözləri hər biri təkdədir. 16-cı testimizə baxırıq. Burada
My friend and his cousin and-lə bağlandığına görə cəm xəbər lazımdır bizə. Cəm xəbərdə yalnız Y variantındadır. 17-yə baxırıq, article testidir. Our children go to school boşluq olmalıdır. Çünki deməli məktəbə getmək ifadəsində əgər məktəbdə oxuyursansa article işlənməməlidir. Deyir ki, bizim uşaqlar məktəbə avtobusla gedirlər. Deməli oranın şagirdidir. Artıq oranın şagirdidirsə biz orada Z artiklı verməməliyik və nəqliyyat vasitələrində bayıla işlənəndə article vermirik. Hər iki tərəfdə boşluq olmalıdır A variantı. 18-ci testimizə baxırıq və biz burada as bağlayıcısı görürük. As bağlayıcısının arasında həmişə sifətin adi dərəcəsi işlənməlidir. Ona görə D variantı olacaq. 19-cu testimiz conjunction bağlayıcı testidir. Burada qeyd olunur ki, hava gözəldir. Şagirdlər gəzintiyə çıxıblar, gəzməkdədirlər. Deməli, burada heç bir ziddiyyət yoxdur. Yəni, havanın gözəl olmasının nəticəsində uşaqlar gəzintiyə çıxıblar. Nəticə bağlayıcısı lazımdır bizə. So. 20-ci testimiz definition testidir. Donate, bağışlamaq, maddi yardım etmək, value, dəyər vermək, defend, qorumaq. Ona görə burada to donate sözü B ilə uyğunlaşacaq. Value, dəyər vermək sözü C ilə uyğunlaşacaq və protect somebody or something isə 3 ilə, yəni 3 isə A ilə uyğunlaşmış olacaq. 1-ə B, 2-yə C, 3-ə A. 21-ci testimiz isə make up a sentence, cümlə qurmaq testidir. Bu cümlə də belə yığılacaq ki, the boys have been playing tennis at the stadium for 2 hours. Yəni 4-5-1, 6-3-2 B variantı. 22-ci testimizə baxırıq və verilmiş cümləni passivə çevirməliyik, məchula çevirməliyik. How do you make vanilla ice cream? Deməli, bizim sual cümləmizdə mübtədamız artıq vanilla ice cream olacaq. Bu cümlənin tamamlığı yeni cümlənin mübtədasına keçmiş olacaq və cümləmiz də indiki zamandadır. Variantlara baxırıq və biz burada Y variantda was görürük, onu çıxırıq. Vanilla ice cream təkdə olduğuna görə R-la verilməz, onu çıxırıq və cümlə belə qurulacaq ki, və B variantında da is been quruluşu var, is-lə been olmaz, onu da çıxdıq. Cümlənin quruluşu belə olacaq ki, sual cümləsi olduğuna görə köməkçi fe'l qabağa keçməlidir. How is vanilla ice cream made formasında C variantı olmuş olacaq. İzahdan bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm.